23 yanvar 2026 bürcləri nə gözləyir? Qoç, bugün enerjiniz yüksəlir və özünüzə olan inamınız daha da güclənir. Səhər saatlarında gözlənilməz xəbərlər sizi düşündürə bilər, amma gün irəlilədikcə hər şey aydınlaşacaq. İş həyatında yeni təklif və ya maraqlı fikir ortaya çıxa bilər. Maddi məsələlərdə risk etməmək məsləhətdir. Axşam saatları emosional baxımdan rahat və səmimi keçəcək. Buğa, 23 yanvar buğalar üçün səbir və dözüm tələb edən gündür. Günün əvvəlində bəzi gecikmələr və anlaşılmazlıqlar yarana bilər. Lakin siz sakitliyinizi qorusanız, nəticə sizin xeyriniz olacaq. Maliyyə ilə bağlı köhnə bir məsələ yenidən gündəmə gələ bilər. Ailə üzvləri ilə ünsiyyət sizi ruhən rahatladacaq. Əkizlər, bugün ünsiyyət sizin əsas gücünüz olacaq. Yeni tanışlıqlar, yazışmalar və görüşlər uğurlu keçəcək. İş və təhsil sahəsində gözlənilməz fürsətlər ortaya çıxa bilər. Qərar verərkən tələsməyin, detallara diqqət edin. Axşam saatlarında dostlarla söhbət və ya qısa səyahət planı sizi sevindirə bilər. Xərçəng, daxili hissləriniz bugün daha güclüdür. Keçmişdə qalan mövzular yenidən xatırlana bilər, amma bu sizə dərs olacaq. İş həyatında məsuliyyətlər arta bilər, lakin zəhmətiniz dəyərləndiriləcək. Maddi məsələlərdə qənaət etmək faydalıdır. Axşam saatları ailə ilə keçirmək üçün idealdır. Şir, 23 yanvar şirlər üçün parlaq və diqqət mərkəzində olacaqları gündür. Özünüzü ifadə etmək, liderlik göstərmək üçün gözəl imkanlar yaranır. İş yerində uğur və tərif ala bilərsiniz. Sevgi həyatında romantik anlar mümkündür. Tək olan şirlər üçün yeni tanışlıq ehtimalı yüksəkdir. Qız, bugün detallara fokuslanmaq sizin üçün çox önəmlidir. Kiçik səhvlər böyük nəticələr doğura bilər. Ona görə diqqətli olun. İş həyatında planlama və analiz sizə üstünlük qazandıracaq. Sağlamlığınıza fikir vermək, istirahətə vaxt ayırmaq tövsiyə olunur. Axşam saatları sakit və düşüncəli keçə bilər. Tərəzi, balans axtarışı bugün də əsas mövzunuzdur. İş və şəxsi həyat arasında düzgün tarazlıq qurmağa çalışacaqsınız. Yeni əməkdaşlıq və ya razılaşma gündəmə gələ bilər. Maddi baxımdan stabil gün sayılır. Sevgi həyatında səmimi söhbətlər münasibətləri möhkəmləndirəcək. Əqrəb, 23 yanvar əqrəblər üçün transformasiya və dəyişiklik günüdür. Gizli qalan məsələlər üzə çıxa bilər. İş həyatında strateji qərarlar vermək üçün uyğun zamandır. Duyğusal olaraq dərin hisslər yaşaya bilərsiniz. Axşam saatlarında tək qalmaq və düşünmək sizə yaxşı təsir edəcək. Axatan, bugün motivasiyanız yüksəkdir və gələcək planlar qurmaq istəyirsiniz. Təhsil, səyahət və yeni biliklərlə bağlı mövzular ön plana çıxır. İş həyatında yeni istiqamət seçmək fikri yarana bilər. Maddi baxımdan qəfil xərclərə diqqət edin. Axşam saatları pozitiv enerjili keçəcək. Oğlaq, məsuliyyətli və ciddi yanaşmanız bugün sizi önə çıxarır. İş yerində rəhbərlik və ya nüfuz qazana bilərsiniz. Uzun müddətli planlar qurmaq üçün ideal gündür. Maddi məsələlərdə stabillik hissi artacaq. Ailə ilə bağlı mühüm qərarlar gündəmə gələ bilər. Su tökəni, yaladıcı fikirləriniz bugün diqqət çəkir. Gözlənilməz ideyalar və fərqli baxış tərziniz başqalarını heyran edə bilər. Sosial çevrəniz genişlənir. Sevgi həyatında sürprizlər mümkündür. Axşam saatlarında dostlarla ünsiyyət ruhunuzu yüksəldəcək. Balıqlar, 23 yanvar balıqlar üçün duyğusal və ilhamverici gündür. İncə sənət, yaradıcılıq və ruhani mövzular sizi cəlb edəcək. İş həyatında sakit, amma məhsuldar bir gün keçirə bilərsiniz. Sevdiklərinizə vaxt ayırmaq sizi xoşbəxt edəcək. Axşam saatları romantik ovqatda keçə bilər.